ilk növbədə keçmiş olsun. Millətimiz üçün, dövlətimiz üçün, xalqımız üçün doğrudan da böyük bir faciənin astanasından döndük. Körpə uşaqlarımızın, balalarımızın ziyan görməsi hamımızın qəlbimizi paralayardı və bu böyük bir faciə kimi dəyərləndirilərdi. İranın bu proseslərdə Azərbaycanı və o cümlədən də digər qonşu dövlətlərin hamısını hədəfə almasının səbəbi bəyan etdiyi kimi Amerika və yaxud da İsrail müttəfiqliyindən doğan hücumlar deyildi. Sadəcə İran region dövlətlərin hamısını qanat çalxalamaqla bu istiqamətdə Amerika Birləşmiş Ştatlarını və İsraili durdura biləcək səslərin çox olması fikrindədir. Və təəssüf ki, içəridə ərəb ölkələri ilə bu münaqişəni yaradanlarda bir türk düşmənçiliyi də var, bir Türkiyə-Azərbaycan düşmənçiliyi də var. İran hakimiyyətində bir fars zehniyyəti, fars ideolojisi, fars millətçiliyi həmişə Türkiyə və Azərbaycan düşüncəsində bir düşmən fikri ilə yanaşıb və bu istiqamətdə həmişə Azərbaycanı və Türkiyəni bu regionda sanki fürsət düşdükcə ilk anda zərbə vurmağa çalışan bir dövlət olub. Bu indinin dövləti deyil, uzun illərdə bu tarixin bütün dönəmlərində bu şəkildə olub. İdeolojini bu şəkildə hazırlayanlar fürsət var ikən Türkiyəni və Azərbaycanı da hədəfə götürmək, həmçinin baş verən hadisələr fonunda Azərbaycanı güya öz aləmində qorxutmaqla, Türkiyəni öz aləmində qorxutmaqla, İran daxilində Güney Azərbaycanda yaşayan Azərbaycan türklərinin ayaqlanmasını əvvəlcədən ehtiyat tədbirlərini görürmüş kimi davrandılar. Çünki bugün sabah tezdəndən, biraz da dünən günortadan sonra Amerika Birləşmiş Ştatlarının Kürd yaraqlıları ilə birgə quru sərhədini, İranın quru sərhədindən içəri keçmək barədə bir informasiya bütün şəbəkələrin hamısında geniş yayıldı. Və İran onda qəbul etməyə başladı ki, əgər bu istiqamətdə hər hansı bir strateji ortaya qoyulsa, bu istiqamətdə hər hansı bir plan gerçəkləşdirilməyə çalışsa, bu məsələnin ən böyük ayağı Güney Azərbaycan olacaq. Orada 40 milyon Azərbaycanlı yaşayır. Nəzərə alsaq ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev çıxışlarında mən 50 milyonun prezidentiyəm və güneydə yaşayan Azərbaycanlıların təhlükəsizliyini də hər zaman düşünürəm kimi çox saylı müsahibə və yaxud da mövqelər ifadə edir. Bugün də xatırlatdı. Bugün də xatırlatdı, Təhlükəsizlik Şurasının iclasında da xatırlatdı. Bu da onu deməyə əsas verir ki, İran fars milliyyətçiliyi və yaxud da fars zehniyyəti Güney Azərbaycan prosesinin masanın baş məsələsi olmasına çox əndişələnir. Və nə olmağından asılı olmayaraq, əgər stratejidə milli etnik məsələlər proses kimi ABŞ, İsrail, İran müharibəsinin, bugünkü müharibəsinin bir qoluna çevriləcəksə, bir ayağına çevriləcəksə, Azərbaycan istəsələr də, istəməsələr də bu məsələnin başında gələcək. Çünki Azərbaycan milli kimlik savaşını özündən sayca 6 dəfə, 7 dəfə aşağı olan Kürd, Bəluc, Lor və yaxud da bir başqasının yedəyində sürünə biləcək bir xəttə buraxmayacaq. Bugün təəssüflər olsun ki, fars zehniyyəti Naxçıvanı vurmaqla, əslində, Naxçıvana saldırı təşkil etməklə və bu bəlkə də sonuncu deyil, bəlkə də başqa cür də ola bilərdi. Əgər xatırlatsaq ki, Sepahın təsdiqlənməyən qeyri-rəsmi mənbələrlə göstərdiyi ki, bu bir xəbərdarlıqdır. Baxmayaraq ki, Xarici İşlər Nazirinin müavini deyir, bu araşdırılacaq. Amma Sepahın bütün hallarda verdiyi məlumat bundan ibarət ki, bu bir xəbərdarlıqdır. Böyle Telegram kanallarında bu şəkildə mesajlar var. Bunu nəzərə alsaq və həm də nəzərə alsaq ki, bugün faktik olaraq İran Pezeşkiyan tərəfindən idarə olunmur. Bugün İran idarə edən Sepahdır bütün hallarda. Hətta ali dini rəhbərin təyini olunmasına qədər belə hər şey, o 88 nəfər dini şura üzvlərinin yox, məhz Sepahın nəzarətindədir. Bunu nəzərə alsaq, Sepahın dedikləri İranın alt niyyətlərinin hamısını açmağa bizə kömək eləyir.
alt niyyət nədən ibarətdir? İçəridə bir Azərbaycan qorxusu var. 2020-ci ilin işğaldan azad olunmanın birinci mərhələsi və 2023-cü il antiterror əməliyyatlarından sonra Azərbaycanın regiondakı yeri və rolu, dünyadakı Azərbaycanın yeri və rolu, o cümlədən xırda epizodik də olsa bunu xatırlatmağı borc bilirəm ki, Cənab Prezidentin bütün hallarda posterlərinin Güney Azərbaycanın ayrı-ayrı şəhərlərində, küçələrində, xiyabanlarında, dayanacaqlarında hər yerə yapışdırılması İran üçün bir siqnaldır. İran üçün bir siqnaldır, Fars zeyniyyəti üçün bir siqnaldır. Bəs nə baş verdi ki, İranda etirazlar qızğın getdiyi bir dövrdə Azərbaycanlıları qıcıqlandıra biləcək bir addım atılmadı? Amma indi atıldı və onun da adekvat cavabı təbii ki, Cənubi Azərbaycanlılardan gəldi. Gənclər İttifaqının bir bəyanatı yayıldı və bildirildi ki, bununla bağlı rəsmi, tutarlı açıqlama verilmədiyi müddətcə biz sabahdan etibarən ayağa qalxacağıq. Biz Azərbaycanlılar ayağa qalxacağıq. Qalxacaqlarmı? Və İran bu halda nələr edəcək? Çünki bugün dron zərbəsi endirildi və effektiv olmadı. Ya sabah mərkəzi yerlərdən biri olarsa və bu dəfə effektiv olarsa? Əvvəla onu qeyd edeyim ki, baş vermənin ən böyük səbəbi kimi Kürd qolunun quru sərhədlərlə keçmək barədə informasiyasının yayılması ilə bağlayıram. Azərbaycan ayağından qorxdular, Azərbaycanın proseslərə girə biləcəyindən qorxdular. O cümlədən Türkiyənin və həm Türkiyə, həm Azərbaycan hədəfə gətirildi. Elə Naxçıvanda eniş uçuş zolağının hədəf alınması da həmin, məsələn, ola biləcək hərbi yardımların qarşısını almaq üçün idimi? Bəli, həm odur, həm Naxçıvan Türkiyə ilə bilavasitə sərhəd və bütün əlaqələr oradan tənzimlənə bilər. İkincisi, İranla quru sərhədləri, bilirsiniz ki, bizim bir neçə yerdə quru sərhədlərimiz var, özəlliklə Astara, Yardımlı və digər, amma keçid məntəqəsi kimi Biləsuvar və Astara, o cümlədən Horadizdə bənd olaraq, amma digər hissəsi çayla, Araz çayı ilə sınırlanır. Amma Naxçıvanda isə biz bu keçid məntəqəsinin uzun müddətli fəaliyyət göstərdiyinin fərqindəyik. Ona görə Türkiyə və Azərbaycan hədəf götürüldü bu məsələlərdə. Türkiyə və Azərbaycan hədəf götürüldü yalnız o zaman ki, Kürd məsələsini masaya gətirilmək və hətta ondan da 2 gün bundan öncə Trumpın Kürd liderlərinin nümayəndələri ilə İran məsələsini danışdığı və onların da bu istiqamətdə bəzi vədlər aldığı və yaxud da bu vədlərin də müqabilində quru sərhədlər vasitəsilə hərbi əməliyyatlarda iştirakını təsdiqləyə bilən bir informasiyada ən azı Amerika Birləşmiş Ştatları tərəfindən və yaxud da İsrail tərəfindən təksib edilmədən dövriyyəyə buraxıldı. Bu nə qədər doğrudur, nə qədər doğru deyil, məsələnin bir tərəfidir. Amma bu informasiya buraxılmışdı və bu informasiya təksib olunmamışdı. Məhz bundan sonra Türkiyə birinci hədəf alındı dünən, bugün isə Azərbaycan hədəf alındı. Hədəf alınmanın başında Sepah dayanır, Fars zehniyyəti dayanır. Yaxşı, Sepah... Xatırlayırsınız bu açıqlamaları. Belə bir ifadə işlədirdilər. Təlim keçirəndə də ki, şirin quyruğu ilə oynamayın. İndi bunlar şir ürəyimi yeyiblər, Türkiyə Azərbaycana qarşı belə hücumlara keçiblər. Ortada Şuşa bəyannaməsi var. Batan adam saman çöpündən yapışar. İran bugün faktik olaraq çox ağır bir durumdadır və faktik olaraq idarə olunmur. Ölkə daxili idarə etmə yalnız güc strukturlarının əlindədir. Mülki strukturlar və dövlətin mülki strukturlarının heç bir idarə olunmur. Yalnız hərbi sferada idarə etmənin sərt, amansız metodlarından istifadə edirlər və ondan istifadə etdiklərinə görə də məsələ gəlib elə yerə çatır ki, məcburən bu istiqamətdə addım atmış olurlar. Ona görə də şir ürəyi yemək deyil sadəcə, həm də çıxış yolları. Bəlkə bu istiqamətdə atılan addımlar, regiondakı bütövlükdəki gərginlik, o cümlədən Türkiyə və Azərbaycanın da güya bu məsələlərdən çəkinməsi prosesə fərqli yerdən girməyi diktə eləyə bilər.